Hər vaxtınız xeyir olsun əziz dostlar, hörmətli izləyicilər. Xırdalanda, mərkəzdə, Düz Parkın yanında əla bir mənzilimiz çıxıb satışa. 165 kvadrat metrdir. Şəxsi təmir olunmuş mənzildir. Gördüyünüz kimi məhəlləni də göstərirəm. Yer üstü, yer altı dayanacağı da var. Hər yerə yaxında, Təzə bazara da yaxındır, parka da, məktəblərə də, prospekt yoluna da yaxındadır bu mənzilimiz. Mərtəbəsi də superdir, orta mərtəbədir. Keçək təqdimatına. Hər vaxtınız xeyir olsun, əziz dostlar, hörmətli izləyicilər. Bu günləri məhəlləni göstərdiyimdə çəkilişdə sizə gözəl bir kompleksdə, gözəl bir şəxsi təmir olunmuş sizə mənzil təqdim edəcəm. Giriş hissəsindən başladıq. Gəlin bura zəhmət olmasa. Qranit mərmər gördüyünüz hissələr hamısı istifol. Burada bax girişdə belə bir şkafı yığılır. Çox gözəl bir təmir olunur. Yüksək səviyyədədir. Laminatına kimi hamısı sürtmalıdır. 4 otaqdır. Kupsaldır mənzilimiz. Elə bu başdan deyək, 165 kvadrat metrdir sahəsi. 4 otağa düzəlibdir. Qiymət də 280 min manata. Yəni bu qiymətə, bu kompleksdə, bu kvadrat yoxdur. Burada nədir məsələ? Burada 2 mənzili birləşdiriblər, 2 dənə 2 otağı birləşdirib 4 otaq ediblər. Yəni burada bu kompleksdə yəni ki, belə bir mənzil yoxdur. Keçək təqdimatımıza. Hol hissəsindən başladıq, gördünüz. Belə bir geniş holu var. Otaqlar hamısı da koridordan ayrılır. Başlayaq elə birinci bu tərəfdən. Sol tərəfdən bir yataq otağı burada. Kondisionerinə kimi hamısı 2 dənə kondisioner var. Hələ kuxnasını demirəm. Kuxna axırda göstərəcəm, vali olasınız. Göstər qardaşım. Məhləsini də videonun əvvəlində göstərdim də küçəsini. Yeraltı parkovkası, yerüstü parkovkası. Sağa döndün Heydər parkıdır. Sola döndün bizim yeni bazarımızdır. Məhəllədən çıxdın, indi pəncərədən göstərəcəm. Yolla məsafəsi 100 metr yoxdur. Heydər Əliyev prospektidir. Yəni ki, Xırdalanda mərkəzdə deyəndə elə mərkəz buradır. İkinci yataq otağını təqdim edin, zəhmət olmasa göstərin. Gizli işıqlarına kimi var, görürsünüz. Bir dənə lüstr vurasınız bu evi alsanız, bir də təmizlik işləri görərsiniz. Yəni ki, burada təmir edibdir, ev sahibi təmir edib. Radiatorlara kimi qoyub yerdə hələ qoşmayıb. Təmir edib, çıxıb gedib xaricə. İndi də gəlibdir, hal-hazırda Bakıdadır, Xırdalandadır. Dedi ki, mən də burada yaşamayacağım, elə bu mənzili satın, təzdən gedim işlərimi görüm. Qiymət də, yəni ki, vallahi bu kompleksdə belə baraqlanın, 2000-ə, 1800-ə, 1900-ə ya makler evləri deyirsiniz, hələ makler təmirləri, yəni gedir 100 manatlıq qapı vurur, 11 manatlıq aboy vurur. Pisləmirəm, yəni ki, onun da öz qiyməti var da, belə pisməsin. Bu mənzilin qiyməti, reallıqda hardasa elə 340 min, 330 min var. Yəni ki, bugünkü gün, yəni ki, bunlara dəyər verən olsa, gəlib baxan olsa, biləcək ki, bu nə deməkdir. Bura sanitar qovşağıdır. Yəni ki, hamamla ayaq yolcusu da ayrı-ayrılıqdadır. Burada sanitar qovşağıdır. Bura elə ki, ayaq yolcusu da ora hamam idi, hamam otağı idi. Əla. Keçək. Bura ceskidir. Bura bir balacadır. Burada dördüncü yataq otağıdır, belə deyək. 4 otaq hörmətli izləyicilər. Əla təmir, gözəl təmirli. Burada da kondisioner üçün yer qoyulubdur, kondisioner qoyulub. 2 dənə otaqda da kondisioner var. İnşallah ki, kim alsa Allah xeyrin versin. Həqiqətən də gözəl mənzildir. Həm də bu kompleksdə, yenə deyirəm, belə bir kvadrat yoxdur. Açarlar da bizdə olacaq. Kim üçün maraqlı olsa, qabaqcadan zəng eləyib, yəni bizlə əlaqə saxlasın. Əlaqə nömrəsi profildə var. Belə də deyə bilərik, 055 778 0074-dür. Keçək əsas mətbəxtimizə. Mətbəxtə baxalım, mətbəxtdə də bir kondisioner. Bir şey də deyim, hörmətli izləyici, bu tok sistemi var ha, rozetkalardan tutmuş, nurlarına kimi. Hamısı bahalıdır, yəni ki, kачественdir, yəni özü üçün təmin olunub. 7000 manat ancaq bu tok sisteminə verib. Bax, kuxna mebelini görürsünüz. Yəni bunu mən durum bəhbə eləyim, gələn adam özü biləcək ki, bu nədir. Bu, hələ 2 il bundan qabaq, 2 il bundan qabaq. Bu mebelə 17 min manat pul veriblər. Yəni, deyim biləsiniz, opsi. Sonra, baxın, qabiyyən. Yanında bu aydadır. Hamısı da özdə boş firması da. Belə göstər bir dənə zəhmət olması. Ya bir dənə silin qaqaşım, bir dənə göstər bunu qoysunlar.
Xaldenika baxın, bu boyda xaldenik. Maşallah olsun. Ama açılmadı. Ha, skoçlanıbdır. Ya istifadə də olunmayıb da, yəni onu deyim. Baxın, bundan heç bir istifadə olunmayıb. Hamısının nakleykası üstündədir. Xaldenik açmaq istədim. Gördüm, nakleyka var, mən də dartıram. Nə olur, nə xəbərdir? O mübalik də burada, boş, buranı sildim. Tozludur. Yəni tozlu niyə? Burada paşişli, kildi, heç kim yaşamayıb. Balkonu iki hissədən ibarətdir. Necə? Yəni ki, ortada belə bir şkaf yığıb. Göstər şkafı, zəhmət olmasa. Şkafa görə, bax, kombisi də bayırdadır. Bax, bir dənə də oradan açdın, hə, aç göstər, buradan da açılır. Bir dənə prospekt yolunu da göstər. Özdə mərtəbəsi də super da, 2 dənə lifti var. Mərtəbə də buradan açıqdır, qardaşım. Zəhmət olmasa gəl buradan göstər, qoy elə prospekt yol düşsün. Səni də videonun əvvəlində çəkmişik demək. Baxın, prospekt yoluna baxın. Əla. Allah deyən. Hə, dostlar, baxın. Bu evin arxasıdır, arxa hissəsidir məhəllənin. Prospekt yolunu görürsünüz. Səmaya şadlıq evidir. Yəni, nə deyim sizə? Allah'ın olsun, yəni ki, həqiqətən də gözəl mənzildir, gözəl təmir olunub. Kvadratda qəşəngdir. Qiymət də, ya biz müsəlman kimi birinci qiymətə baxırıq da. Qiymət uyğun olanda sonra gedirik daşı, biraz da aşağı, yuxarı. Amma həqiqətən də gözəl mənzil. Amma burada qızıl saatımız da var. Bu saat da hədiyyədir. Hansı makler gətirsə bura kliyentdir. Hə, dostlar, evi təqdim elədik, gördünüz, yəni ki, hər şey göz qabağındadır. Kim alsa Allah xeyir versin. Allah hər kəsə ev qismət eləsin. Necə deyərlər, hər dənin sərçəsi var. İnşallah ki, Allah hamıya pul qismət eləsin ki, bax, belə bir ev almağa belə imkanı olsun. Hələlik bu qədər. Sağ olun.